Mühəndisliklə hazırlanmış müharibə tələsi, gerçək düşmənçilik yoxsa idarə olunan oyun. Yazarı Aydın Maralanlı. Qısa formada farscadan çevirən, düzənləyən və səsləndirən türk məqalələri. Diqqət! Instagramın mətn bölümü və ya kəpşeninin məhdudiyyətini nəzərə alaraq bu eşitdiyiniz uzun bir mətnin çadılmış formasıdır. Tam mətn oxumaq üçün kəpşendəki linkdən istifadə edə bilərsiniz. İndiki gərgin dönemdə hər kəsi bir sual düşündürür. Amerika, İsrail və İran arasındakı bu gərginlik gerçək bir qarşıdurmadır, yoxsa pərdə arxasında mühəndisliklə hazırlanan bir senari? Zindan içində gücləşən quruluş. İran adlı zindanda baş verən bu gərginliklər əslində xalqın real istəklərini, yəni ədalət, azadlıq, milli hökumət və iqtisadi rifahı boğmaq üçün bir vasitədir. Savaş qorxusu rejimin səmərəsizliyini və korrupsiyasını, yəni rüşvətxorluğunu gizlədən ən böyük nemətə çevrilib. Nə şərq, nə qərb maskası. Bir zamanlar istismara qarşı müstəqillik şüarı olan bu ifadə artıq müxalifləri xarici casus adlandırıb sıradan çıxarmaq üçün bir əzmək alətinə çevrilib. Bölgədəki proksi və ya niyabəti müharibələri real həlləri gətirmək əvəzinə İslam dünyasında məzhəb və milli parçalanmaları dərinləşdirir. Bu həm rejimin ömrünü uzadır, həm də regional müstəqil cəbhələrin yaranmasına mane olur. Bəs bizi hansı tələ gözləyir? Tezliklə İranın dondurulmuş vəsaitlərin və yaxud bloklanmış pullarının azad buraxılması və bir növ idarə olunan sülh dövrü başlaya bilər. Bu, rejimin özünü yenidən qalib elan etməsi və daxili etirazları müvəqqəti yatırması üçün qurulmuş bir tələdir. Güney Azərbaycan Milli Hərəkatı nə etməlidir? Bizim üçün bu mürəkkəb tənlikdə asılı cərəyanlara və xarici güclərə deyil, yalnız xalqın öz gücünə və müstəqil proqramına arxalanmaq bir seçim deyil, tarixi bir məcburiyyətdir. Nə etməli? 1. Uluslararası münasibətlərə, özəlliklə də formalaşmaqda olan yeni dünya düzəninə baxışda ciddi yenidən baxış keçirilməlidir. 2. İran rejiminin mahiyyəti və onun müstəmləkəçi dövlətlərlə gizli ilgiləri bir daha yenidən qiymətləndirilməlidir. 3. Güney Azərbaycan Milli Hərəkatının yeni şəraitə uyğun yeni tərifi təqdim edilməlidir. 4. Uluslararası məsələlər və hakimiyyətin mahiyyəti haqqında məlumatlarımıza uyğun strategiya və taktikalar işlənməlidir. 5. Yeni təşkilatlanma gündəmə gətirilməli, ümumi çağırış və proqram təqdimatı ilə yeni peşəkar və səmərəli təşkilat və ya təşkilatlar qurulmalıdır. Belə olmazsa, sözsüz ki, oyundan qıraqda qalacaq və kənara itələnəcək. Çünki təkamül köhnə və inkişafa uyğunlaşmayan cərəyanlara dözmür.